görə sevirəm ki, muğam ifa edəndə sanki özümü belə deyək də, ilahi bir varlıqla əlaqə yaratılmış kimi görürəm. Ona görə sevirəm. Sanki bir muğam çalanda ifadədə elə bir ibadət edirəm. Yəni, ona görə muğamı çox sevirəm. Studenti, rебята и так далее учились мугамы. Я, наверное, сказал, да, это музыкальная школа, техникум, сейчас называется колледж и академия, бакалавр и магистратура. Никакого восточной страны такое образование нет в данный момент. Да. Нет. Азербайджане есть. Индийский рага, это фарсийская музыка, среднеазийская музыка, там этот шашмаком есть, чу есть, макам есть, в Турции макам есть, похожие мукам, они все мукам, рага тоже мукам, а не одинаковые. Ümumiyyətlə, mən muğam sənətini demək olar ki, uşaq vaxtından sevirəm. Muğam mənim üçün elə bir anlam daşıyır ki, yəni mən muğamsız heç vaxt yaşaya bilmərəm də, muğam mənim həyatımdır. Elə bir ki, insan necə hava alırsa, əgər hava yoxdursa, o boğula bilər. Yəni, mən də əgər bu sənətdə, yəni muğam sənətində olmasam, yəni mənim elə bir ki, həyatda mən düzdür, yəni əvvəllər ümumiyyətlə muğam sənətinə və yaxud incə sənət, ümumiyyətlə incə sənətə hansısa bir qız uşağının gəlib o məktəbdə oxumasına valideynlərin qəti etirazı var idi. Yəni, heç bir valideyn istəmirdi ki, onun evladı, yəni qızı gəlsin, muğam oxusun və yaxud aktrisa olsun. Yəni, bunlar demək olar ki, böyük bir qadağa var idi. Amma bugünkü gündə sevindirici bir haldır ki, yəni bizim dövlətimizdən çox böyük qayğı var. Əsasən də muğam sənətinə və cavanların bu sənətə axınını görürük. O da ondan irəli gəlir ki, yəni bugün valideynlər öz evladlarının istedadını görürlər və o istedadı boğmurlar, onlara şərait yaradırlar. Bu da təbii ki, çox sevindirici bir haldır. Həm də Rami, mən də onu demək istəyirəm ki, mən də bu sənətə gələndə, yəni ailəmin xəbəri olmadan sənətlərimi vermişəm. Yəni bu sənətdə oxumağa gələndə, yəni mənim ailəmin xəbəri olmuyor ki, mən incə sənətə qəbul olacağım və yaxud Medin İnstitutda qəbul olacağım. Yəni onların böyük yaşısıdır. Yəni ailənin xəbəri olmuyor. Mən elə bir ki, xəbərsiz vermişəm də.
sizi çox gözəl anladım. Muğam ifa edən kəslərdə mütləqdir ki, Allah Taala'nın bəxş etdiyi istedad olsun. Yəni bu istedad olmadıqda 5 il musiqi məktəbi, 4 il kollec, 6 il falan oxumanın heç bir əhəmiyyəti yoxdur. Yəni əgər sənə ilahi Allah o istedadı, o gözəlliyi vermirsə, mümkün deyil. Mümkün deyil, bu olmalıdır. Birinci istedad olmalıdır. İkinci de istedadla bərabər zəhmət olmalıdır, əzmkarlıq olmalıdır. Yəni o sənətə yiyələnməlisən ki, onu bərabər şəkildə görürsən, bərabər şəkildə inkişaf etdirəsən. Yəni, belə demək olar ki, istedad və zəhmətin nəticəsində sən rabitəyə keçə bilərsən. Sən yerlə göy arasında belə deyək də, yəni rabitə qura bilərsən. Bu olmadıqda mümkün deyil. Muğam janr непопулярный жанр. Непопулярный жанр это потому что мугамный жанр самый качественный жанр, который считается не том, что в Азербайджане, весь мире, весь Востока. В Иране тоже так, Средняя Азия тоже так. Azərbaycanlılar olub ki, yəni bu sənətə vurğundular, bu sənəti çox sevirlər, özlərində sınaya bilirlər. Məsəl üçün, bizdə də hal-hazırda universitetimizdə də məsəl üçün əcnəbi tələblərimiz var. Azərbaycan muğamın öyrənmək istəsələr, bunun adından da görsəndiyi kimi Azərbaycan muğamı. Yəni bu Azərbaycanlı kimi ola bilməz. Amma onların məhəbbətləri var, sevgiləri var ki, istəyirlər ki, can atırlar ki, sonumuza bir parçada muğam olaraq verilsin. Biz İsmail xanım İmanova ilə deməli bir çox səfərlərimiz olub, xarici səfərlərimiz olub. Bundan bir deməli qeyd edə bilərəm ki, Fransız deməli bir xanım muğam öyrənmək istəyir. İsmail xanımın şəxsən Bayaküt muğamını öyrətdi. O qədər muğama bağlıdır ki, o qədər sevir ki muğamı. Bayaküt öyrətdi, o öyrəndi. Yəni, etapda şəklini çəkə bildi. Amma da o İsmail İmanov üçün muğam oxuya bilməsi. Bu məsələ bir tərəf. Amma nə xoş ki, nə gözəl ki, o buna can atır. Yəni, o musiqiyə əgər can atır, demək bunun daxili zəngindir. Bunu qeyd edelim. Ben
onu başa düşürəm ki, ilahi bir vergidir. Muğam ifaçının həm səsi olmalıdır, həm muğamı ifa etmək üçün ürəyi olmalıdır. Çünki musiqiyə yanaşma böyük ürək tələb edir. Buyurun. Muslimiz Dalma Azərbaycanlı dəyərli dəyərlidir. Təqdim ki, mən profesional şəkildə də, ya profesional olmasa da, profesional şəkildə də bu musiqiyə məşğul olarkən biz öz gəlirimizi əldə edə bilərik. Amma sırf bu yöndən biz musiqiyə yanaşmamışıq ki, gəlir əldə etmək üçün musiqimizi məşğul olmaq, musiqimizi təbliğ edək. Biz gənc insanlara başqa bir sahədə də, biznesdə ya başqa bir sahədə də öz maddi tələbatımızı qazana bilərik. Bizə lazım olmalıdır ki, biz milli musiqimizi öyrənə bilək. Universitetdə də işləyə bilməsək, hansısa bir musiqi məktəbində kəmbalacı uşaqlara biz bunu təbliğ edə bilərik. Bizdən sonra başqa ustadlar bunlar universitetdə davam edib, öyrənə bilərik. Should do